Salam əziz dostlar, bugün sizi ailəmlə birlikdə etdiyimiz bizim üçün çox xüsusi və unudulmaz olan Qarabağ səyahətinə aparmaq istəyirəm. Düzünü desəm, bu səfər sadəcə bir gəzinti deyildi. Həm gözəl mənzərələr gördük, həm də uzun illər yaddaşımızda qalacaq xatirələr topladıq. Səyahətimizi ilk olaraq Xankəndidən başladıq. Şəhərə çatdıqdan sonra Xankəndi oteldə yerləşdik. Otel çox rahat, səliqəli və sakit idi. Uzun yolun yorğunluğunu çıxarmaq üçün əla seçim oldu. Otaqdan görünən mənzərə, şəhərin sakitliyi və təmiz havası insana xüsusi rahatlıq verirdi. Sonra Xankəndini gəzməyə başladıq. Küçələrində addımlayarkən çox fərqli hisslər yaşayırdım. Bir tərəfdən bu torpaqların tarixini düşünürsən, digər tərəfdən isə bugün gördüyün gözəlliklərə heyran qalırsan. Hər küçənin, hər binanın özünə məxsus bir ab-havası var. Kamerayı nə qədər çəksək də bəzi hissləri olduğu kimi göstərmək mümkün olmur. Onları yalnız həmin yerlərdə olub yaşamaq lazımdır. Daha sonra yolumuzu Qarabağın mədəniyyət beşiği sayılan Şuşaya saldıq. Yol boyu qarşımıza çıxan dağlar, yaşıl meşələr və möhtəşəm mənzərələr bizi valeh edirdi. Şuşaya çatdıqdan sonra Harı Bülbül oteldə qaldıq. Otelin yerləşdiyi ərazi, sakitliyi və gözəl mənzərəsi səyahətimizi daha da xüsusi etdi. Şuşanı gəzərkən insan sanki tarixlə üz-üzə qalır. Daş küçələr, qədim tikililər, möhtəşəm təbiət və o özünə məxsus ab-hava. Hər addımda qürur hissi keçirirsən. Elə bir şəhər özü sənə keçmişdən danışır. Buranın təmiz havasını ciyərlərinə çəkəndə, dağlara baxanda bütün yorğunluğun unudulur. Bu səfərdə məni ən çox sevindirən isə ailəmlə birlikdə olmaq idi. Məncə getdiyin yerdən daha önəmlisi həmin anları kimlə paylaşdığındır. Birlikdə etdiyimiz söhbətlər, çəkdiyimiz şəkillər, güldüyümüz anlar və topladığımız xatirələr bizim üçün hər şeydən qiymətlidir. İllər keçəcək, amma bugün həmişə xoş xatirə kimi yaddaşımızda qalacaq. Əlbəttə, səyahətimiz bununla bitmədi. Şuşadan sonra yolumuzu Laçına saldıq. Orada da inanılmaz gözəl mənzərələr, gəzməli yerlər və maraqlı anlar yaşadıq. Amma qərara gəldim ki, Laçın səyahətini ayrıca bir vlog kimi sizinlə paylaşım. Çünki orada çəkdiyim görüntülər ayrıca bir videoya layiqdir. Bu arada xanımlar, bizi Şuşada olan vaxtı, Şuşada çox gözəl, möhtəşəm konsert proqramı var idi. Çox gözəl keçdi. Bu haqda da ayrıca vlog paylaşacağım. Əgər siz də Qarabağa səyahət etməyi planlaşdırırsınızsa, bunu mütləq edin. İnanın ki, nə qədər video izləsəniz də, nə qədər şəkil görsəniz də, öz gözlərinizlə görməyin və o atmosferi hiss etməyin yeri tamam başqadır. Ümid edirəm ki, bu videoda həmin gözəlliklərin heç olmasa bir hissəsini sizə çatdıra bildim. Əgər videonu bəyəndinizsə, dəstəyinizi əsirgəməyin, fikirlərinizi şərhlərdə yazın və Laçın vloqunu qaçırmamaq üçün məni izləməyi unutmayın. Növbəti videoda Laçının möhtəşəm təbiəti və səyahətimizin davamı ilə yenidən görüşəcəyik. Sağ olun, salamat qalın. Hələlik.